Salam, sizinlə mənəm Murad. Mən isə Leyla. Zehinpod təqdimatında hazırlanan bu müzakirəmizə xoş gəlmisiniz. Bugün çox maraqlı bir mövzumuz var. Daniel Goleman'ın məşhur Duyğusal Zeka, yəni emosional intellekt kitabı və onun əsas ideyaları barədə danışacağıq. Bəli, Goleman demək olar ki, bu sahədə inqilab etmiş biridir. Uzun illər New York Times üçün yazıb, Harvardda dərs deyib. Düzdür. Biz də çalışacağıq ki, bu dərin mənbələrdən emosional intellektin nə olduğunu, həyatımıza necə təsir etdiyini anlamaq üçün ən vacib məqamları, necə deyim, üzə çıxaraq. İş həyatı, şəxsi münasibətlər, təhsil, hər şeyə toxunur. Əsas ideya nədir? O deyir ki, bilirsiniz, həyatda uğur qazanmaq üçün təkcə IQ, yəni o bildiyimiz akademik zəka yetərli deyil. Elədir. Yəni ancaq riyaziyyatı yaxşı bilmək ya da çoxlu fakt əzbərləmək kifayət etmir. Qətiyyən. Əslində, Goleman deyir ki, hisslərimizi anlamaq, onları idarə etmək bacarığı, yəni EQ dediyimiz şey, çox vaxt daha həlledici rol oynayır. Bu bəlkə də çoxlarına qəribə gələ bilər, amma... Gəlin elə başdan başlayaq da, o təməl dediyimiz şey özünü dərk etmək. Yəni nə hiss etdiyini anlamaq. Mənbələrdə çox gözəl bir Yapon samuray hekayəsi var. Aha, xatırlayıram o hekayəni. Çox təsirli idi. Hə, samuray əvvəl qəzəblənir, zen ustadına qılınc çəkir, ustad sakitcə bu cəhənnəmdir deyir. Sonra samuray özünə gəlir, qılıncı yerinə qoyur, peşman olur. Ustad da deyir ki, bu isə cənnətdir. Yəni, eyni insan, eyni an, amma fərqli duyğu vəziyyətləri və ən əsası bunun fərqində olmaq. Tam olaraq. Bu sadəcə mən qəzəbliyəm demək deyil. Bu o qəzəbin hardan gəldiyini, sənə necə təsir etdiyini, bədənində hansı reaksiyalar yaratdığını dərk etməkdir. Bu hələ qədimdə Sokratesin dediyi özünü tanı prinsipinə gedib çıxır, elə deyilmi? Bəli. Özünü tanımaq hər şeyin başlanğıcıdır. Və bu duyğulara nəzarət etməyin də ilk addımıdır. Mənbələrdə Dr. Damazyonun bir araşdırması var. Çox maraqlıdır. Eliot adlı bir xəstədən bəhs edir. Hə, onun beyin əməliyyatından sonra deyəsən emosional mərkəzi ilə düşüncə mərkəzi arasında əlaqə qopmuşdu, düzdür? Bəli, amigdala ilə prefrontal korteks əlaqəsi. Və nəticə, adam çox məntiqli idi, IQ-su yüksək idi, amma heç bir qərar verə bilmirdi. Ən sadə seçimləri belə edə bilmirdi. Hansı qələmlə yazsın, nə vaxt görüş təyin etsin, hər şey ona neytral gəlirdi. Çünki heç bir şeyə qarşı hissi yox idi. Deməli, bu o deməkdir ki, biz hisslərimiz olmadan əslində normal fəaliyyət göstərə bilmərik. Qərarlarımız üçün hisslər bir növ kompas rolunu oynayır. Biz həmişə düşünürük ki, hisslər məntiqə mane olur. Amma əslində sağlam rasional qərarlar üçün onlar zəruridir. Hisslər bizə nəyin vacib olduğunu, nəyin təhlükəli olduğunu, nəyin xoş olduğunu bildirir. Onlar olmadan hər şey eyni dərəcədə əhəmiyyətsizləşir. Bu həqiqətən də bizim hisslərə baxışımızı dəyişməlidir. Yaxşı, hisslərimizi anladıq, onların vacibliyini dərk etdik. Bəs onları idarə etmək, yəni özünü tənzimləmə, self-regulation, bu nə deməkdir? Aristotel deyir axı, temperansiya, tarazlıq. Bax, bu da ikinci vacib sütundur. Özünü tənzimləmə o demək deyil ki, hissləri boğasan, yox edəsən. Məsələn, heç vaxt əsəbləşməyəsən. Bu mümkün də deyil, heç lazım da deyil. Yəni məqsəd robot olmaq deyil. Qətiyyən, məqsəd tarazlıqdır. Hissləri doğru zamanda, doğru şəkildə ifadə etməkdir. Duyğular həddindən artıq bastırılanda insan soyuqlaşır, laqeyd olur. Nəzarətdən çıxanda isə, bilirsiniz də, dağıtıcı ola bilər qəzəb partlayışları, dərin kədər. Mənbələrdə Zillmanın qəzəblə bağlı araşdırmasından danışılır. Deyir ki, qəzəb sanki tədricən yığılır. Bəli. Hər kiçik qıcıqlandırıcı hadisə əvvəlkinin yaratdığı hormonal təsirin üstünə gəlir. Məsələn, səhər yolda tıxacda qalmısan, sonra işdə xoşa gəlməz bir söz eşitmisən, axşam da evdə bir problem. Hər biri tək başına bəlkə də böyük bir reaksiya yaratmaz, amma üst-üstə yığılan da insan artıq partlama nöqtəsinə çatır. Kiçik bir şey belə böyük reaksiya doğura bilir. Buna amigdala qaçırılması deyirlər deyəsən. Yəni, emosional beyin məntiqi beyni ələ keçirir. Tam olaraq. Amma yaxşı xəbər odur ki, Goleman deyir, əgər o qəzəb, o emosiya həddini aşmayıbsa, hələ ki çox şiddətlənməyibsə, biz vəziyyəti yenidən dəyərləndirə bilərik. Bir anlıq dayanıb düşünmək, başqa bir perspektivdən baxmaq. Bu, sakitləşməyə kömək edir.
Və ən əsası, bu öyrənilə bilən bir bacarıqdır. Bu çox ümidvericidir. Deməli, biz öz reaksiyalarımızı idarə etməyi öyrənə bilərik. Yaxşı, bəs bu bacarıqlar, yəni özünü dərk etmə və idarə etmə, real həyatda, məsələn, məktəbdə, iş yerində nə kimi fərq yaradır? Mənbələrdə sosial və emosional öyrənmə, qısaca SEL proqramlarından danışılır. Hə, bu çox vacib bir tətbiq sahəsidir. SEL proqramları məktəblərdə uşaqlara məhz bu bacarıqları, öz hisslərini anlamağı, idarə etməyi, başqalarının hisslərinə qarşı həssas olmağı, empatiya, münasibət qurmağı öyrədir. Məsələn, Baxın, mənbələrdə konkret rəqəmlər var. SEL tətbiq edilən məktəblərdə təkcə uşaqların akademik göstəriciləri, yəni test nəticələri, qiymət ortalamaları yüksəlmir, eyni zamanda, diqqət edin, pis davranışlar, dava-dalaş kimi hallar 28% azalır. Məktəbdən uzaqlaşdırılmalarsa 44% azalır. Vau, 44% bu inanılmazdır. Deməli, EQ təkcə sosial həyat üçün yox, birbaşa təhsilə də təsir edir. Əlbəttə, uşaq daha sakitdirsə, diqqətini daha yaxşı cəmləyə bilirsə, müəllimi və yoldaşları ilə daha yaxşı yola gedirsə, əlbəttə ki, daha yaxşı öyrənəcək. İş dünyasına gəlincə isə orada da vəziyyət bənzərdir. Harvard Business Review bir məqaləsində emosional intellekti iş dünyası üçün çığır açan bir fikir adlandırmışdı. Niyə çığır açan? Texniki bacarıqlara, təcrübəyə, IQ-ya baxılırdı, amma indi böyük şirkətlər, məsələn, mənbədə adı çəkilən Johnson & Johnson, işə qəbulda, vəzifə artımında, xüsusilə də liderlik mövqeləri üçün IQ-nu çox ciddi şəkildə nəzərə alırlar. Onlar müəyyən ediblər ki, ən uğurlu liderlərinin, yüksək potensiallı işçilərinin IQ səviyyələri digərlərindən əhəmiyyətli dərəcədə yüksəkdir. Deməli, yaxşı lider olmaq üçün təkcə ağıllı və bilikli olmaq yox, həm də insanlarla dil tapmaq, onları motivasiya etmək, komandanın emosional ab-havasını anlamaq lazımdır. Tamamilə doğrudur. Empatiya, münasibətləri idarə etmə bacarığı, bunlar liderlik üçün kritikdir. Bütün bunların arxasında dayanan o beyin mexanizmi necədir? Mənə həmişə maraqlı gəlib bu. Mənbələrdə neokorteks və limbik sistemdən danışılır. Yəni düşünən beyin və hiss edən beyin. Bəli, qısaca izah etsək, neokorteks bizim məntiqi düşüncəmizin, analiz etmə qabiliyyətimizin mərkəzidir. Dil, planlaşdırma, bunlar hamısı oradadır. Limbik sistem isə, xüsusən də onun bir hissəsi olan amigdala, bizim emosional mərkəzimizdir. Qorxu, sevinç, qəzəb kimi təməl duyğular oradan qaynaqlanır. Və bu ikisi arasında əlaqə var, eləmi? Çox sıx əlaqə var və bu əlaqə bir tərəfli deyil. Yəni, təkcə neokorteks emosiyalara təsir etmir. Emosional mərkəzlər, yəni limbik sistem, beynin qalan bütün hissələrinin, o cümlədən bizim o məntiqli düşünən neokorteksimizin işinə çox güclü təsir etmək qabiliyyətinə malikdir. Məhz buna görə bəzən çox güclü bir hiss keçirəndə məntiqli düşünə bilmirik. O, amigdala qaçırılması dediyimiz hadisə baş verir. Yəni, duyğu ilə məntiq arasında daima bir qarşılıqlı təsir, bir növ rəqs var. Biri digərini daim təsir altında saxlayır. Belədir. Sağlam fəaliyyət üçün bu ikisi arasında harmoniya olmalıdır. Nə tamamilə hisslərin əsiri olmalıyıq, nə də hisslərdən tamamilə məhrum. Bu geniş müzakirədən Qolumənin mənbələrindən çıxardığımız əsas nəticə nədir? Deyə bilərikmi ki, emosional intellekt, yəni özünü və başqalarını anlamaq, hissləri idarə etmək, empatiya qurmaq, münasibətləri effektiv idarə etmək kimi bacarıqlar həyatımızın demək olar ki, hər sahəsində, istər şəxsi, istər iş, ən az o bildiyimiz IQ qədər, bəlkə də bəzi hallarda daha çox əhəmiyyət kəsb edir. Mən deyərdim ki, tam olaraq belədir. Və ən vacib mesajlardan biri də budur. Bu, anadan gəlmə bir istedad deyil ki, kimdəsə var, kimdəsə yox. Xeyr, bunlar öyrənilə və həyat boyu inkişaf etdirilə bilən bacarıqlardır. Bu çox önəmlidir. Yəni, hər kəs öz IQ-sunu yüksəldə bilər. Bəli, yetər ki, bunun üzərində şumurlu şəkildə çalışsın. Köhnə paradigma necə idi? Ağlı hisslərdən üstün tuturdu, soyuq məntiqi ideal sayırdı. Amma Golemanın təqdim etdiyi bu yeni paradigma, ağıl ilə ürəyin, məntiqlə duyğunun harmoniyasını hədəfləyir. Bunlar bir-birinə rəqib deyil, əksinə, bir-birini tamamlayan güclərdir. Doğrudan da düşündürücüdür. Və dinləyicilərimiz üçün son bir fikir, gəlin hamımız düşünək, bu sürətli, çox stresli dünyamızda
öz duyğularımıza daha çox qulaq asmaq üçün, onlarla məntiqimiz arasında daha sağlam bir tarazlıq qurmaq üçün gündəlik həyatımızda hansı kiçik, amma konkret addımı ata bilərik? Bəlkə də sadəcə gün ərzində bir neçə dəfə mən indi nə hiss edirəm deyə özümüzdən soruşmaqla başlaya bilərik. Kiçik addımlar böyük fərq yarada bilər. Bu dərin və maraqlı söhbət üçün çox təşəkkür edirəm. Ümid edirəm dinləyicilərimiz üçün də faydalı oldu. Mən təşəkkür edirəm dəvət üçün. Çox xoş oldu. Əziz Zehinpod dinləyiciləri, bizi dinlədiyiniz üçün sizə də təşəkkürlər. Əgər bu söhbətimiz xoşunuza gəldisə və bu kimi mövzuların davamını istəyirsinizsə, kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Sağ olun, növbəti görüşlərə dək. Sağ olun.